Suraxanı rayonunda bir sakin evinin qanunsuz sökülməsindən şikayət edir. O, bütün sənədlərinin qaydasında olduğunu bildirir. İcra hakimiyyətinin də cavabı maraqlıdır. Sən demə, torpaq sahibi orada ev tikmə əvəzinə əkin sahəsi sala bilərmiş. Əkbərovlar ailəsini narahat edən məsələ hələ bir ay yarım bundan əvvəl aldıqları torpaq sahəsində tikdirdikləri evin yerlə yeksan edilməsidir. Torpaq sahəsini Abşeron rayon icra hakimiyyətindən rəsmi sənədlərlə alan ev sahibi Nargilə Əkbərova artıq damı belə hazır olan evin bir neçə gün olar ki, onlara xəbərdarlıq edilmədən söküldüyünü deyir. Niyə, nə səbəbə? Hələ də bu suallara cavab tapa bilmir. Bildiyi biri odur ki, bütün sənədləri, yəni torpağın sərəncamı, çıxarışı, etibarnaməsi olduğu bir təqdirdə ev onlara heç bir sənəd təqdim edilmədən sökülüb. Özü də torpağı aldığı icra yox, Suraxanı rayon icra hakimiyyəti tərəfindən. Mən yenə deyirəm, bu evi borc almışam, birinə biraz yığmışam uşağım üçün. 2 oğlum var, birini ayırmaq istəyirdim. Bir otaqlı ev tikmişəm, villa tikməmişdim ki, gəldilər bunu söktülər. Gətirsin mənim ödəsin mənim çəkdiyim xərci ödəsin. 7000 manat ziyana düşən ailə indi onlara dəyən zərərin ödənilməsini tələb edir. Deyirlər ki, ya pulumuzu versinlər, ya da bir başqa yerdə ev tikmək üçün torpaq sahəsi. Müsahibimi narahat edən digər bir məsələ həm də odur ki, onlar kimi ətrafda daş töküb ev tikənlər var, amma nədənsə heç kim o evləri sökməyi düşünmür. Bütün sənədləri qaydasında olan ev sahibinin mənzilinin söküntüsü ilə bağlı Suraxanı rayon icra hakimiyyətinin nə düşündüyünü öyrənmək üçün üz tutduq quruma. İcra rəsmisi Barxudar Barxudarov vətəndaşın ev tikdirdiyi torpaq sahəsinin vaxtilə Abşeron rayon icra hakimiyyətinin balansında olduğunu və artıq illərdir ki, onlardan alınaraq Bakı şəhər icra hakimiyyətinə verildiğini bildirdi. Onun sözlərinə görə həmin torpaq sahəsi təyinatına görə istifadə edilmədiyi üçün sökülüb. Bu torpaq sahələri vaxtilə Abşeron rayonuna verilmişdir ki, orada fermer təsərrüfatının, kənd təsərrüfatının inkişaf etdirilməsi üçün istifadə olunsun. Sənəd saxtadır deyəndə ki, yəni o vətəndaşa hər hansı bir sənəd verilə bilər. Amma o sənəddə göstərilmiş ki, yəni həmin torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün verilib. Qurum rəsmisi onu da əlavə etdi ki, vətəndaşın 2 sot torpaq sahəsinə dəymiş ziyana görə heç bir məsuliyyət daşımırlar. Çünki onlara dəfələrlə xəbərdarlıq olunub ki, həmin ərazidə tikintiyə icazə yoxdur. Baxmayaraq ki, qarşı tərəf bunun əksini, yəni bugünədək onlara heç bir xəbərdarlıq edilmədiyini deyir. Hər halda bu məsələyə hüquq müstəvisində qiymət verilsə daha doğru olar.